Selamünaleyküm hanım. Hanım sizi mən internetdə çox araşdırdım. Bildim ki siz burada internetdə çox reabilitasiyalar var, amma qadınlar üçün olmadığına görə bir dənə sizi tapdım. Sizdən mən çox artıq dərəcədə xahiş edirəm. Mənim övladım bu yoldadır, pis yoldadır. 2 uşağı var, 2 uşaq xatirinə. Sizdən mən kömək istəyirəm. Sizdən artıq dərəcədə sizdən kömək istəyirəm ki, mənim bu uşağımın, uşaqlarının xatirinə ailəsini yığsın, qabağını ailə olsun. Malicəsinə onun artıq dərəcədə sizdən, həqiqətən də xalqımdan sizdən bunun sağalmasına çox köməklik istəyirəm. Birinci Azərbaycan xalqımdan, sonra isə xaricdə yaşayan Azərbaycanlarımızdan çox sizdən artıq dərəcədə xahiş edirəm ki, bu uşaqların xatirinə bunu malicəsinə mənə kömək yardım edəsiniz. Özün istəyirsən sağalma. Neçə il istifadə edirsən? Ağır narkotiklərdən. Özün istəyirsən, demə özün gəlmisənsə artıq əlacsız qalmısan da yəni. Bəli, evdə yoxdur, yoldaşı təzə tutulub, özü də qaldı kirayə idi. Əvvəl düzdür ki, yoldaşı ilə bərabər idi, indi yoldaşı da indi yoldadılar, nə yoldaydılar, amma bu dərəcədə deyildilər. Bu 2-3 ayda həqiqətən də çox pis bu yoldadır, kiradan da çıxartı verə bilmirik, bir köpəyimiz yoxdur, gəlirimiz yoxdur, Allah bir gəlirimiz yoxdur, sizdən artıq dərəcədə xahiş edirəm bu uşaqların xatirinə, bu 2 yetim uşaqların xatirinə köməklik edəsiniz, sizi artıq dərəcədə xahiş edirəm. Xoş gəlmişsiniz evimizə. Gedək. Gedək. Allah sizdən razı olsun, Allah köməyiniz olsun. Bir dənə mənim bu qızımın, uşağımın sağalmasına köməklik etsəniz, bir dünyanı mənə verərsiniz. Selamünaleyküm. Allah sizə də sağlam həyat versin. Bu balamı da mən ağıllarız. Sağ olun. Allah sizə də köməkçi olsun, Allah yardımcınız olsun. Allah sizə can sağlığı versin. Ki mənim bu qızımı da siz nətər sağalmışsınızsa, mənim də bu qızımı sağalıb uşaqlarının başının üstündə bir ana, həqiqəti ana olaraq ailəsini möhkəm tutmağını istəyirəm. Sizdən artıq dərəcədə hörmətli xalqım, artıq dərəcədə söz də tapa bilmirəm. Vallahi həyəcanla söz tapa bilmirəm ki, nə deyirəm, nə demirəm. Sizdən artıq dərəcədə xahiş edirəm, mənə yardımcı olasınız, mənə bu qızımın sağalmasına yardım edəsiniz, yardımcı olasınız. İmkanım yoxdur, vallahi evsiz, eşiksiz bir insanım. Özüm xəstə adamım, rak xəstəsiyəm özüm, amma bunu dilə gətirmək istəmirəm. Bir dənə bir qızımın sağalmağını istəyirəm. Geç kızım, geç. Allah. Bir daha selamünaleyküm. Allah köməyiniz olsun, Allah sizdən razı olsun. Xoş gəlmişsiniz. Bura Sağlam Addım reabilitasiya mərkəzidir, xanımlar üçün reabilitasiyadır. Narkomaniya, alkoqolizm və oynasından müalicədir. Sən də bizə müraciət edərdin, xoş gəlmişsən ailəmizə. İnara xanım millinin, Həmqul üzrə millinin kapitonu olub. Bu xəstəlikdən əziyyət çəkir. 19 ay əvvəl o da bizə müraciət eləmişdi. Bugünkü gün çox gözəl həyat yaşayır. Günəş xanım da həmçinin. Artıq 7 il istifadə oldu. 7 il ağır narkotikdə istifadə edib. Bugünkü gün 9 aydır, gözəl həyat yaşayır. Özün əsas istəyirsən sağalmaq. Özünə xoş idi o həyat. Xeyr. Artıq bezmişdim. Çıxış yol axtarırdım. Balalarıma görə. İnşallah bizimlə qalarsan, düzgün addımlar atarsan, biz də sənə əlimizdən gələn köməkliyi eləyərik.
Nə əlimizdən gəlirsə sən kömək eləyərik və kömək olarıq. Siz də sağ olun ki, bizi qəbul etdiniz birinci növbədə. İkinci də xalqımdan çox yardım istərəm ki, yardımcı qardaşlarımdan, xanımlarımdan, başı bağlı xanımlarımdan, qardaşlarım, mənim qardaşlarımdan, Azərbaycanda yaşayan və yaxud da ki, xaricdə yaşayan Azərbaycanlılarımızdan sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim bu qızımın sağalmağına çox xahiş edirəm, kömək edəsiniz. İmkanım yoxdur. Vallahi özüm də xəstə bir insanam, xəstə adamam. Özüm orada yetim uşağa baxıram, uşağı böyüdürəm. Bunun elə birinci ailəsindən uşağı böyüdürəm. O mənim özümdədir. İstəmirəm ki, ikinci dəfə də ailəsi dağılsın. İstəyirəm ki, ailəsini, uşaqlarını yığsın başına. Bir ailə axıra qədər ailəsi olsun. Sizdən artıq dərəcədə xahiş edirəm. Uşağıma yardımcı olasınız, uşağımın sağalmasına yardım edəsiniz.